Yasamal rayonunda 20 yanvar metrosuna piyada 2 dəqiqəlik məsafədə Melisa Parkın ASB layihəsində 2 otaqlı, ideal təmirli bir mənzil təcili olaraq satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Videomuzu sona dək izləyin ki, sonda qiyməti bildirəcəyəm. Dəyərli izləyicilər, hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Həsən bəy Zərdabi prospektində. Əvvəldə də bildirdiyim kimi 20 yanvar metrosuna piyada 2 dəqiqəlik məsafədə Melisa Parkın ASB layihəsində hündür mərtəbəli binada ümumi sahəsi 84 kvadrat olan qanuni 2 otaqlı, tam təmirli və bu mənzil, onu xatırladım ki, mənzil əşyaları ilə birlikdə satılır. Mənzilin sənədi kupcadır. Qazı, suyu, işığı daimidir. Lifləri işlək vəziyyətdədir. Mənzil tam təmirlidir. Binanın yerləşdiyi ərazi ilk öncə də bildirdiyim kimi 20 yanvar metrosuna yaxın olduğu üçün bu ərazidə olan bütün yaşayış obyektlərinə və bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda Həsən bəy Zərdabi prospektində 20 yanvar metrosuna piyada 2 dəqiqəlik məsafədə Melisa Parkın ASB layihəsində hündür mərtəbəli binada yerləşir. Ümumi sahəsi 84 kvadratdır. Tam təmirlidir. Mənzil əşyaları ilə birlikdə satılır. Mənzilin sənədi kupcadır. İpotekaya yararlıdır. Yerləşdiyi ərazi 20 yanvar metrosuna yaxın olduğu üçün bu ərazidə yerləşən bütün yaşayış obyektlərinə və bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Mənzilin qiyməti 225 min manatdır. Real alıcı olduğu təqdirdə ev sahibi tərəfindən də endirim olunacaq. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Yeni Yasamalda 2 otaqlı, ideal təmirli bir mənzil çox ucuz qiymətə satışa çıxarılıbdır. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Yeni Yasamal qəsəbəsində Əsəd Əhmədov küçəsində 77 nömrəli avtobus xəttinin sonuncu dayanacağına yaxın hündür mərtəbəli binanın 16-cı mərtəbəsində ümumi sahəsi 60 kvadrat olan bir otaqdan 2 otağa düzəlmə və bir otaqdan 2 otağa düzəlməsinə baxmayaraq hər bir otağa, yəni mətbəxə də, yataq otağına da, qonaq otağına da pəncərəsi düşən bir evdir, mənzildir, təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Binanın qazı, suyu, işığı daimidir, lifləri işlək vəziyyətdədir. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Videomuzu sona dək izləyin ki, qiyməti haqqında da xəbərdar olasınız. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində Əsəd Əhmədov küçəsinin sonunda 77 nömrəli avtobus xəttinin sonuncu dayanacağına yaxın hündür mərtəbəli yeni inşa olunmuş binanın 16-cı mərtəbəsində ümumi sahəsi 60 kvadrat olan bir otaqdan 2 otağa düzəlmə və ideal düzəlmə. Nəyə görə ideal düzəlmə deyirəm? Ona görə ki, həm yataq otağına, həm qonaq otağına, həm mətbəxə pəncərə düşür, balkonu da öz yerindədir. Dəyərli izləyicilər, bu mənzilin qiyməti 140 min manatdır. Yeni Yasamalda belə bir mənzil bu qiymətə tapmaq
qeyri-mümkündür. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Aylıq ödənişi 305 manat olan Melisa Residence-də 2 otağa düzəlmə studiya tipli mənzil təcili olaraq satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Həsən bəy Zərdabi küçəsində 20 yanvar metrosuna piyada 2 dəqiqəlik məsafədə Milli Onkologiya ilə qarşı-qarşıya yeni inşa olunmuş hündür mərtəbəli binanın 10-cu mərtəbəsində ümumi sahəsi 50 kvadrat olan 2 otaq studiya tipli mənzil təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Videomuzu sona dək izləyin ki, aylıq ödənişi, bu günə olan borcu, neçə il ödənişi qalıb, nə qiyməti nə qədərdir, hamısı haqqında ətraflı məlumatınız olsun. Binanın qazı, suyu, işığı daimidir, mənzilin sənədi kupcadır. Binanın yerləşdiyi ərazi bu ərazidən keçən, yəni 20 yanvar metrosu ərazisindən keçən bütün avtobus xətlərinin dayanacağına demək olar ki, çox yaxın bir ərazidə yerləşir və 20 yanvar metrosuna piyada 2 dəqiqəlik məsafədədir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz, biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda Həsən bəy Zərdabi küçəsində 20 yanvar metrosuna piyada 2 dəqiqəlik məsafədə Milli Onkologiya ilə üzbəüz hündür mərtəbəli binanın 10-cu mərtəbəsində ümumi sahəsi 50 kvadrat olan 2 otaq studiya tipli mənzildir ki, təcili olaraq satışa çıxarılıbdır. Binanın qazı, suyu, işığı daimidir, sənəd kupcadır, liftləri işlək vəziyyətdədir, 24 saat mühafizə sistemi var, yeraltı parkingi mövcuddur. Bina 20 yanvar metrosuna piyada 2 dəqiqəlik məsafədə yerləşdiyi üçün bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına və bu ərazidə olan bütün yaşayış obyektlərinə də çox yaxın bir ərazidə yerləşir. Dəyərli izləyicilər, indi isə gələk mənzilin qiyməti haqqında məlumat verin. Mənzilin nəqd qiyməti 167 min manatdır. Siz bu mənzili ilkin ödənişlə də əldə edə bilərsiniz. İlkin ödəniş 111 min manat olmaqla aylıq ödənişi 305 min manatdır. Bu günə olan borcu 56 min manatdır. 25 il ödənişi qalıbdır. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Yasamal rayonunda çox ucuz qiymətə 63 kvadratlıq mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Yeni Yasamal qəsəbəsində Əsəd Əhmədov küçəsində Böyük Bravonun yaxınlığında yeni salınmış Şərur yaşayış kompleksində yeni inşa olunmuş hündür mərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 63 kvadrat olan bir otaqlı, tam təmirli və əşyalı olan bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. İsitmə sistemi kombidir, sənəd müqavilədir. Çox yaxın vaxtlarda kupça verilməsi də gözlənilir. Binanın qazı, suyu, işığı daimidir, liftləri işlək vəziyyətdədir. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir
Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsində, Böyük Brabonun yaxınlığında yeni salınmış Şərur yaşayış kompleksində yeni inşa olunmuş hündür mərtəbəli binanın ikinci mərtəbəsində ümumi sayısı 63 kvadrat olan bir otaqlı, tam təmirli və əşyalı satılan bir mənzildir. Əvvəldə də bildirdiyim kimi mənzilin sənədi müqavilədir. Çox yaxın vaxtlarda kupça verilməsi də gözlənilir. Mənzilin 2 eyvanı var, istilik sistemi kombidir. Qiyməti 126.900 manatdır. Real alıcı olduğu təqdirdə ev sahibi tərəfindən də endirim olunacaq. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.